Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? Yaxşısınız inşallah, maşınlarınız da yaxşıdır, sözünüzə baxırlar. Deməli, hansı mövzuda danışmaq istəyirəm? Avtomobilin nasazlığına yanaşma tərzindən danışmaq istəyirəm. Ola bilsin ki, nəyəsə düz deməyərəm, düz deməsəm düzəldin. Zəhmət olmasa, yəni burada heç bir qəbahət yoxdur. Hamımız bir-birimizdən öyrənirik. Deməli, məsələ nədir? Hərdən birdən olur ki, ustalar və yaxud da ki, elə sürücünün özü avtomobilin belə deyək də, nasazlığına kod olsa belə, yəni belə deyim də, həmişə ola biləcək nasazlıq tərzinə yanaşır. Yəni necə deyim? Məsələn, mənə bir Kia Niro gəlib, avtomobil hibriddir. Orada Skyner'də şikayət var şeydən. Aktivniy zaslonki raşotki radiatoru. Deməli, orada zaslonka sözü var deyənə. Bu tərcümədə də Allah bilir orada necə çıxıb, bilmirəm. Deməli, qardaşın avtomobilində zaslonkanı bir 3 nəfər usta neyniyib, təmir eləyib, açıblar, bağlayıblar, yoxlayıblar, təmizləyiblər, adaptasiya eləyiblər filan besməkan. Amma əlbəttə ki, avtomobilin dərdi radiatorun qarşısında olan grildəndir. Yəni, biz ona grill deyirik, ustalar öz aramızda, da indi bilmirəm nə dərəcədə bu sizə aydındır yoxsa yox. Radiatorun qabağında belə raşotka alır, açılır, bağlanır. Yəni, setka kimi raşotka belə. Problem ondaydı. Nəysə, düzəltdik, yola saldıq, getdi. Bu da, indi göstərəcəyim video isə elə bir halın növbəti qurbanı olan avtomobildir. Amma burada ustalar sağ olsunlar, çalışıblar. Nasazlığı aradan qaldırmağa çalışıblar, amma alınmayıb. Mən də yoxladım. Hələlik profilaktik tədbir gördüm, amma nəyi demək istəyirəm? İstiqaməti düz götürmək lazımdır. Yəni, həmin şeydən şikayət eləmir. Çox təəssüf olsun ki, 4 dəfə ayrı detal dəyişilib, 2 dəfə ayrı detal dəyişilib, tüstü testi olunub, nə bilim filan, hər şey olunubdur avtomobilə, amma yenə də düzəlməyib. Ustalarımız əziyyət çəkiblər, sağ olsunlar. Heç kimin əziyyətini itirmək olmaz. Heç kimin əziyyətini itirmək olmaz. Amma yaxşı olardı ki, birincidən düzgün diaqnoz qoyulsun avtomobilə. Oldu. İndi göstərərəm sizə avtomobilin nə problemi var idi və avtomobil necə təmir olunmalı idi. Belə, yolda qalmayın. Ümid edirəm ki, videonu bəyənəcəksiniz, paylaşacaqsınız, dostlarınıza göstərəcəksiniz və bu sistemdə olan nasazlığını necə aradan qaldırmaq lazımdır, dostlarınız onu görəcəklər. Bəyənin, paylaşın. Belə. Hər vaxtınız xeyir olsun. Deməli, belə bir Optimadır. Bizdə EVAP sistemindən nasazlıq var. Sağ olsun yoldaşlarımız EVAP sistemində nasazlığı aradan qaldırmaqdan ötürü əziyyət çəkiblər. Yəni, istəyiblər ki, nasazlığı aradan qaldırsınlar. Gördüyünüz kimi, mən avtomobili qaraja tərsinə salmışam. Yəni, arxası vasitəsilə salmışam və baxışı harada keçirdəcəyik, aşağıda keçirdəcəyik. Niyə? Bir balaca bu mövzu barəsində danışmaq istəyirəm. İndi sürücü də yanımdadır. Yoldaşlar, EVAP sistemindəki nasazlıq müxtəlif cür ola bilir. Hər vaxt bu klapanın dəyişməsi ilə yekunlaşmır, yəni bu söhbət. Yəni, sistemdə ola bilər ki, heç ümumiyyətlə axıntı belə olmasın. Yəni, sistemin, belə deyək də, arxasından qabağına kimi bütün sep salamat ola bilər. Yəni, zəncirvari vəziyyət salamat ola bilər. Sadəcə, istiqaməti düz götürmək lazımdır. Yəni, sürücü deyir ki, mən mühərrikxanadakı klapanı artıq 4 dəfə dəyişmişəm. Ondan da əlavə benzin bakın qapağını da 1-2 dəfə dəyişmişəm. Amma vəziyyət düzəlmir. Tüstü testi də eləmişik, amma vəziyyət yenə də düzəlmir. Avtomobildə belə deyək də, lik yoxdur da, yəni buraxma yeri yoxdur. Avtomobilin kodu P0449. İndi
Biz bir yerdə bu kodun ümumiyyətlə hansı mənbədən qaynaqlandığına baxırıq və bu kod haqqında ümumi informasiyaya baxırıq və beləliklə aşkar eləyirik ki, təmir texnologiyası bizə deyir ki, yəni avtomobilin təmir texnologiyasına baxanda, yəni Kia-nın, Hyundai-nın təmir texnologiyasına baxanda o bizə istiqamət verir ki, yaxşı olar ki, siz bu istiqaməti belə deyək də, adsorberin yanındakı klapanı götürəsiniz. Çünki CVV klapan budur. Yəni şikayət olunan klapan budur. Цепь вентиляции клапана, solenoid sistem управления паров топлива, общая informasiya. Mən hal-hazırda ümumi informasiyanı oxuyuram. Klapan budur, onun ilgəyi budur. Görürsüz, yəni burada bunun qidalanması var. Qidalanması nədən ibarətdir? Əsas relədən bir dənə plus gəlir, bir də mühərrikin idarəetmə blokundan minus idarə eləyir bu klapanı. Əsasən bu vəziyyət nə vaxt aşkar olunur? Bak yarımçıq olanda. Bak yarımçıq olanda bu kod atır avtomobili. Nəyə görə? İndi izah eləyirəm sizə. Deməli, avtomobil benzin çox olanda bakda parları yığa bilir. Birinci onu deyim ki, avtomobil hal-hazırda bakda parların yığıla bilməməsindən şikayət eləyir. Yəni çox parımız var deyə şikayət eləmir. Şikayət eləyir ki, mən bakda parları yığa bilmirəm. Bir baxın görün nə məsələdir. Ona görə də təmir texnologiyası deyir ki, o parların bakda yığıla bilməməsi bu klapanın ucbatından olur və yaxud da ki, hər hansı bir adsorberin filtrinin tutulmasından olur. İndi biz bunlara söküb baxacağıq, o istiqamət barəsində belə dedi, yəqin ki, sizə məlumat verəcəm. İndi məsələ nədən ibarətdir? Avtomobilin bakı bütöv çən olanda, yəni ağzına kimi dolu olanda, buradakı parlar yığıla bilir. Yəni çox benzinin çox parı olur da. Bunun da buraxması çox deyil də, çox azdır. Yəni avtomobil yarı baka düşən kimi artıq o parların miqdarı azalır. Azalan kimi bunun buraxmasına nisbətən həmin parların həcmi az hesab olunur və beləliklə avtomobil 0449 kod atır. İndi biz bu klapanın təmir istiqamətində yön alacağıq və baxacağıq görək burada məsələ nədir. Burada bizdə əsas relədən bir dənə plus gəlir. Yenə deyirəm, mühərrikin idarəetmə blokundan gəlmir. Yəni buradakı plus nə belə deyək də, qoruyucudan gəlir, nə mühərrikin idarəetmə blokundan gəlir, nə akkumulyatordan gəlir, heç hardan. Yəni əsas relədən, main relədən gəlir bura plus. Göstərim. Bəli, göstərirəm. Gördüyünüz kimi plus əsas relədən gəlir klapana. CCV kontrol isə mühərrikin idarəetmə blokundan gəlir. Yəni beyindən gəlir. Bu klapanı idarə eləməkdən ötürü. Şteker bu vəziyyətdədir. Biz aşağıda bu ştekeri görmüşük. Biz indi orada bir dənə plus axtaracağıq. Bir də avtomobil işə düşəndən sonra və yaxud da ki, belə deyək də, açar açandan sonra belə deyək də, idarə etməni axtaracağıq. İdarə etmə gəlir mühərrikin idarə etmə blokunun. Bir dəqiqə. 87-ci pinindən. Yəni kimsə axtarmaq istəsə 87-ci pindən gəlir. Belə. Getdik yoxlamağa. İndi ola bilər ki, avtomobildə belə deyək, buraxma çox az olsun. Amma yenə də deyirəm, yarı bakda, aşağı bakda biruzə versin. Yəni 99% bu klapan dəyişilməlidir, amma yenə də biz klapanı yoxlamalıyıq. Orada 23, 27 ohm arası belə deyək də müqavimət olmalıdır. Burada idarə etmə olmalıdır. Bildiyiniz kimi sarğılı mexanizmlərdə müqavimət və induktivlik şeyə görə dəyişir, temperatura görə dəyişir. Ona görə də çalışacağıq ki, belə deyək, bu məsələ ilə ucuz həll eləyə bir məsələni ucuz qurtulaq bu məsələdən. Belə. Bu kanisterin bölündəki klapanı göstərirəm sizə. Demək, bu klapandır. Deməli, bunun arasındakı purjun var. Hansı ki, klapanı yuxarı aşağı dartışdırır. Göstərəcəm sizə indi. Çalışacağım göstərim. Baxın. Oy. Başlayın, gözləyin. Deməli, görürsünüz, bax, içində purjun var. Bax, görürsünüz, içində yayı görürsünüz. İndi mən komanda verəcəm, o purjunun hərəkət eləməsini görəcəksiniz. Bax, ayırmışam klapanı. Bax. Bax, klapan bağlandı. Gördünüz? Purjun yoxdur. Mən bir dəfəlik komanda verdim. İndi sizə göstərəcəm. Səsini eşidirsiniz də yəqin ki. İndi
Bircə dəqiqə. Bax, kanister purge valve deyil. Bax, bu deyil. Bax, bu deyil. Bu qabaqdakıdır. Bax, budur. Bax, budur. Bax. Bax, bax, bax. Görürsünüz necə gedib gəlir. Deməli, onun arasında toz torpaq dolur. Onun ağzı tam bağlana bilmir. Ona görə də yavaş-yavaş buraxır. Mən onun içində içalatını yudum. İndi açıq vəziyyətdə də yumaq lazımdır. Açıq saxlayacağım, açıq vəziyyətdə də yuyub. Bağlayıb yerinə böyürlərini də germetikalamaq burasın. Daha bir də bura məndən başqa heç kim girəsi deyil. Vəssalam. Yığmaq yerinə. Bax, bir dənə də belə bir nöqsanımız var burada. Məndən qabaq ustalar işləyib, gözümdən klapanı saxlayayım. Klapan dayandı. Burada, bax burada. Bunun başında ilgək qırılmışdı. Sarı ilgək olur. Qırılıb. Bax, buradadır, bax. Ucu qaralıb. Yerləri filan. De beləncə. Ona görə oradan da buraxma ehtimalı var. O ilgək lazımdır bizə. Belə. Bu tərəfdən qupqaya əlimi vururam. Yəni dağılmayıb. Yerindədir. Yerindədir. Paralon. Belə deyək, pis vəziyyətdə deyil. Yəni, hərdən birdən olur ki, bir də görürsən, əlimi salıram içəri. Tamam. Görüm. Göstərə bilərəm. Baxın. Görsəndə var. O da var. Dağılmayıb da, yerindədir, hər şey qaydasındadır. Barmağımla eşələmişəm belə. Vəssalam. İndi yığacağıq inşallah da bir də bu kodla rastlaşmayacaq. Yəni məsələ nədir? Məsələ bu purjun qıraqlarına, tininə, bunun klapanına zirzibil yığılır. Zirzibil. Всё. Yəni zaklint eləyir. Zaklint eləmir. Tam bağlanmır. Tam bağlanmayanda axı mühərrikin idarəetmə bloku bunu bağlanmış vəziyyətdə istəyir. Ona görə də beləncə bir belə deyək də 0449 aşqası atır. Belə.